Salam değerli izleyicilerim. Bugün ben size Məhəmmədlinin kurubunda belə bir güzel 10 mərtəbəli bina, 9 mərtəbəli binanın 9-cu mərtəbəsidir. Novostroykadır, təzə tikilən binalardandır. Bütün hər şey quraşdırılıb, nə varsa hamam, tuvalet üçün nə lazımdır, hamısı quraşdırılıb. Sonra bir dənə yataq otağı, sonra ora giriş qapısı, hamam, tuvalet, prixoja, sonra giririk ikinci. Bura zal studiyadır. Yəni, mətbəx studiya, belə deyək. Deməli, gəlirik, sol tərəfdə balkondur. Balkon, kombi falan, hər bir şey. Burada bütün kanallar var. Kanallar fasiləsiz verilir. Bura zaldır. Zaldan da belə görürsən, burada mətbəxdir. Mətbəxdə də gördüyünüz kimi bütün əşyalar hamısı quraşdırılıb. Kuxna mebeli, qaz peçi, moykası, hər bir şey var. Qiymət də 92.000 manatdır. Qiymətdə təəssüf ki, endirim yeri yoxdur deyir. İndi hər halda yəqin ki, müştəri gələndə olacaq. O belə. Bu marşrut da düz oradan keçir. Deməli, oradan keçir 185, 173 AB, sonra 537. 217 də binanın qabaq tərəfindən keçir. Belə. Allah alana da satana da xeyir versin.